əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü yeni dərs izahımız dərs 12 səyahət mövzusu olacaq. Gəlin baxaq dərsimizə, sözlərimizə və görək burada sözlərimizə aid hansı tapşırıqlarımız var. Lesson 12 Traveling. Dərs 12 səyahət. Book a flight. Uçuş sifariş etmək. Book sözünü uşaqlar biz bilirik isim mənasında kitab kimi, amma fe'l mənasında sifariş etmək deməkdir. It's very easy to book a flight online. Online uçuş sifariş etmək, yəni bilet sifariş etmək çox asandır. Miss the plane, təyyarəyə çatmamaq. My brother had a flight to Turkey yesterday. Dünən mənim qardaşımın Türkiyəyə uçuşu var idi. He woke up late and missed the plane. O gec oyandı və təyyarəni qaçırdı. Pack a suitcase, çamadan yığmaq. I always pack my suitcase 2 or 3 days before my flight. Mən həmişə çamadanımı uçuşdan 2 ya da 3 gün əvvəl yığıram. Get on the plane, təyyarəyə minmək. Look, Anar and his family are getting on the plane. Bax, Anar və onun ailəsi təyyarəyə minir. They look very excited. Onlar çox həyəcanlı görünür. Arrive at the airport, aeroporta çatmaq. I couldn't find my passport, so I arrived at the airport late. Mən pasportumu tapa bilmədim, beləliklə mən aeroporta gec gəldim, gec çatdım. Take off, havaya qalxmaq. Our plane takes off at 2 p.m. Bizim təyyarəmiz saat 2-də havaya qalxdı. We need to be at the airport 1 hour before the flight. Biz uçuşdan 1 saat əvvəl aeroportda olmalı idik. Take a taxi, taksi sifariş etmək. There is not a busy stop near my house. A bus stop near my house. Mənim evimin yanında deməli avtobus dayanacağı yoxdur. I often take a taxi to my work. Mən tez-tez işə taksi sifariş edirəm. Land enmək. Our plane landed early in the morning. Bizim təyyarəmiz səhər erkən endi. We were happy to be back in our country. Biz yenidən ölkəmizdə olduğumuz üçün xoşbəxt idik. İndi baxırıq tapşırıqlarımıza. Tapşırıq 2-ni, tapşırıq 1-də öyrəndiyimiz sözlərə əsasən tapşırıq 2-dəki cümlələri tamamlamalıyıq. Baxırıq. My uncle wants to go abroad. Yesterday he booked the flight online. Birinci cümləni bizim üçün nümunə verib. İkinci cümlə. After 2 hours the plane deməli the plane take off. It was nice to be close the clouds. 2 saat sonra bizim təyyarəmiz havaya qalxdı. Buludlara deyir yaxın olmaq gözəl idi. We arrived at the airport on time. Biz aeroporta vaxtında çatdıq. Our hotel was close to the airport. Bizim deməli otelimiz aeroporta yaxın idi. He missed the plane because he woke up late. O təyyarəni qaçırdı çünki o deməli gec durmuşdu. The plane landed after a long flight. Təyyarə uzun bir uçuşdan sonra indi. It was my first time on the plane. We get on the plane. Biz təyyarəyə mindik. It was my first time on the plane. Bu mənim təyyarədə ilk birinci dəfə idi təyyarədə olurdum. I was very excited. Mən çox həyəcanlı idim. She very late, so she couldn't put all the things in it. She packed the suitcase very late. O çamadanını çox gec yığdı. So she couldn't put all the things in it. Beləliklə o hər şeyi onun içinə qoya bilmədi. I decided to take a taxi to the airport because the airport was far from my house. Mən qərara gəldim ki, aeroportda taksi sifariş edim, çünki mənim evim aeroportdan uzaqdır.
Bu bizim ikinci tapşırığımız. Digər tapşırığa baxırıq, dördüncü tapşırığa. Üçüncü tapşırıq dinləmə mətnidir. Deməli, this person is burada deməli 4 nəfərin söhbəti var. Biz bunları dinləyəcəyik və onlardan hansı birinci speaker, one speaker, two speaker, three speaker, four söhbətin nədən getdiyini variantlar əsasında təyin etməliyik. Buradakı variantlardan biri artıqdır. Gəlin dinləməmizi dinləyək. Öncə variantlarla tanışırıq. Görək bizə nə istəyir, yəni nələrə diqqət etməliyik. This person is booking a flight. Bu şəxs deməli uçuş sifariş edir. This person is packing a suitcase. Bu şəxs çamadan yığır. This person took a taxi to the airport. Bu şəxs aeroporta taksi sifariş edir. This person is getting on the plane. Bu şəxs təyyarəyə minir. This person missed the plane. Bu şəxs isə təyyarəyə gecikib. Uçuşu qaçırıb. İndi dinləyək. Track 36. Speaker 1. Where are my new shoes? I want to take them with me. Speaker 2. I want to fly with Turkish Airlines on Saturday. Speaker 3. Oh my God! I'm very excited. It's my first flight. Speaker 4. I was just 5 minutes late. It was the worst day for me. I cried a lot. Bir dəfə dinlədik, yenidən dinləyək. Track 36. Speaker 1. Where are my new shoes? I want to take them with me. Speaker 2. I want to fly with Turkish Airlines on Saturday. Speaker 3. Oh my God! I'm very excited. It's my first flight. Speaker 4. I was just 5 minutes late. It was the worst day for me. I cried a lot. Deməli, birinci danışanın yəni dediklərindən başa düşürük ki, ayaqqabısını axtarır. Yəni, this person is packing a suitcase. Speaker 1-a uyğun olub bir variantı. Speaker 2 bu insanda deməli uçuş sifariş edir. A variantı uyğundur. Üçüncü deməli şəxs deyir I am very excited. It's my first time getting on the plane. Bu mənim ilk səfərimdir ki, deməli mən təyyarəyə minirəm, çox həyəcanlıdır. Bu da olur this person is getting on the plane. Üçüncü də buna uyğun olur. Dördüncü şəxs isə təyyarəsini qaçırıb. This person missed the plane. Bu belə. İndi keçirik digər tapşırığımıza. Read the text and complete the sentences with the words phrases below. Aşağıdakı sözlər və söz birləşmələri vasitəsilə teksti tamamlamalıyıq. Sözlərimiz bunlardır. Book a flight. Uçuş sifariş etmək. Took a taxi. Taksi sifariş etmək. Packed my suitcase. Çamadan yığmaq. Took off. Havaya qalxmaq. Arrived at the airport. Aeroporta çatmaq. Booked sifariş etmək. Last year I decided to go to England. Keçən il mən İngiltərəyə getməyə qərarı aldım. I booked the flight with British Airlines. Mən Britaniya hava yollarından bilet sifariş etdim. I found a nice hotel on the internet and booked a beautiful hotel room. Mən internetdən gözəl bir otel tapdım və gözəl bir otel otağı sifariş etdim. My flight was for September 22. Mənim uçuşum 22 sentyabra idi. On that day I woke up late. I woke up early and packed my suitcase. Həmin gün mən səhər erkəndən oyandım və çamadanımı yığdım. It was time to go to the airport. Aeroporta getmək vaxtı idi. I arrived at the airport. I took a taxi to the airport. Aeroporta deməli taksi sifariş etdim. I
arrived at the airport an hour before the flight. Mən uçuşdan bir saat əvvəl aeroporta çatdım. They asked me for my passport. Onlar məndən pasportumu istədilər. I wanted to give my passport, but it wasn't in my bag. Mən onlara pasportumu göstərmək istədim, lakin o mənim çantamda değildi. I was very sad because my plane took off, but I couldn't fly on it. Mən çox qəmgin idim, çünki mənim deməli təyyarəm havaya qalxdı və mən onun içində uça bilmədim. Sonra baxırıq digər tapşırığa. Choose on the topics and make up story. Buradan hərə öz istəyinə uyğun bir deməli topic seçir, mövzu seçir və ona aid story yaradır. Your plane landed in a different city. You arrived at the airport but you couldn't find your passport. You took the wrong suitcase. You booked the wrong flight. Digər səhifəyə baxırıq. Digər səhifədə single ticket bir tərəfli biletdir. Is a ticket to travel only to a place but not back. Yəni bir yerə gedirsən amma geri gəlmirsən. A return ticket is a ticket for travel to a place and back. Yəni həm getmək, həm də qayıtmaq üçün olan biletə deyilir a return ticket. Read the email and answer the question. Aha, burada discuss var. Discuss the questions. Do you like traveling? Sən səyahəti xoşlayırsan? Why or why not? Nə üçün hə, nə üçün yox? That presents can we take to our friends in other countries? How should people make travel plans? İnsanların səyahət planları necə olmalıdır? İkinci tapşırığa baxırıq. Read the email and answer the question. E-maili oxuyun və suallara cavab verin. What is the email mainly about? E-mail nə haqqındadır? A flight to Belfast. Belfast'a uçuş. Presents from friends. Dostlardan hədiyyə. A plan of a visit to London. Londona bir səyahət planı. Emily's idea. Emilia'nın ideyası. Hi Katie. Baxırıq Emily'nin mesajına. Hi Katie. I want to share good news with you. Mən səninlə gözəl bir xəbər bölüşmək istəyirəm. I am going to study in London for 1 year. Mən bir illik Londonda təhsil almağı planlayıram. I am flying to London on September 3 and I am very excited to see you there soon. Mənim deməli sentyabrın 3-də Londona uçuram və səni orada tezliklə orada səni görəcəyimə görə çox həyəcanlıyam. I wanted to plan everything and then share the news with you. Mən hər şeyi planlayıb sonra səninlə paylaşmaq istədim. My brother is flying with me. Mənim qardaşım da mənimlə uçur. Yesterday I booked the flight for us. Dünən mən bizim üçün deməli bilet sifariş etdim. He is flying back to Baku on September 10. O sentyabrın 10-da Bakıya geri uçacaq. So we bought him a return ticket. Beləliklə biz ona qayıtmaq üçün bilet də aldıq. My ticket is a single ticket. Mənim biletim isə bir tərəfli uçuşdur, bir tərəfli biletdir. I have all the plans ready. Mənim bütün planlarım hazırdır. The plane takes off at 8 a.m. Deməli, təyyarə saat 8-də havaya qalxacaq. At 5 a.m. we are going to take a taxi and I am planning to arrive at the airport before 6 a.m. Sonra saat 5-də mən planlayıram ki, taksi sifariş eləyərəm və saat 6-da aeroporta çatmağı planlayıram. Yes, I know it's a bit early, but I don't want to miss the plane again. Bəli, mən bilirəm ki, bu biraz tezdir, lakin mən təyyarəni yenidən qaçırmaq istəmirəm. You know, last year I was 10 minutes late for my flight to Belfast, so I couldn't get on the plane and couldn't attend the conference in Belfast. Sən bilirsən ki, mən keçən il Belfastda olan uçuşu üçün 10 dəqiqə gecikdim və beləliklə də mən təyyarəyə minə bilmədim və Belfastda olan konferansda iştirak edə bilmədim. It's the worst memory for me. Bu mənim üçün çox pis, ən pis xatirədir. Yesterday my sister helped me pack the suitcase. Dünən bacım mənə çamadanı yığmaqda kömək etdi.
I have a lot of presents for you from all your friends. Mənim sənin üçün sənin bütün dostlarından çoxlu hədiyyələrim var. Some presents have names on them, but some are without names. Bəzi hədiyyələrin üzərində adları var, bəzilərinin isə adsızdır. It's Emily's idea. Bu Emilia'nın ideyasıdır. She thinks you will find the names yourself. O düşündü ki, sən adları özün tapacaqsan. I am sure you will like all of them. Mən inanıram ki, əminəm ki, sən onların hamısını xoşlayacaqsan. I didn't know what to choose for you. Mən bilmədim sənin üçün nə seçim. But now I know. Lakin indi bilirəm. I will bring şəki paxlava for you. Mən sənin üçün şəki paxlavası gətirəcəm. See you there soon. Tezliklə orada görüşərik. Deməli, buna əsasən deyə bilərik ki, bu nədir? C variantı uyğun gəlir. A plan of a visit to London. Londona bir səyahət planı. Deməli, burada isə həmin oxuduğumuz e-mailə aid suallar var. Bunu da oxuyursunuz və suallara cavab verirsiniz. Baxırıq indi suallara. Read the email again and write your answers to the questions. Deməli, e-maili yenidən oxuyun və suallara cavab verin. 3 questions have no answers in the email. 3 dənə sualın e-maildə cavabı yoxdur. How long is Asli going to study in London? Asli Londonda nə qədər müddətli oxumağa gedir? Deyir ki, orada for a year. I am going to study in London for a year. Bir illik Londonda oxumağa gedir. Who has the return ticket? Kimin idi deməli qayıtmaq üçün olan bilet? Asli's brother has the return ticket. Əslinin qardaşının. Çünki bunu qoyacaqdı. Əslinin qardaşı qayıdacaqdı. When is Asli going to fly back to Baku? Bakıya nə vaxt uçacaq? Bu haqda dəqiq bir məlumat yoxdur. When is Alice flight to London? Əlinin deməli bileti nə vaxtdır Londona? Əlinin Londona bileti, Əslinin Londona bileti sentyabrın 3-də. Why does Ali want to be at the airport earlier? Nə vaxt? Nə üçün aeroportda daha tez olmaq istəyirdi? Because she doesn't want to miss the plane. Çünki təyyarəsini qaçırmaq istəmirdi. Why was Asli late to her flight last year? Keçən il nə üçün uçuşa gecikmişdi? Bu barədə məlumat yoxdur. Who helped Asli to pack the suitcase? Çamadanı yığmaqda Asliyə kim kömək etdi? Asli's sister helped to pack the suitcase. Əslinin bacısı kömək etdi ki, çamadanı yığsınlar. How many presents are without names? Neçə dənə hədiyyənin üzərində ad yoxdur. Bu barədə də heç bir məlumat yoxdur mətnimizdə. Bu qədər dərsimizin bu hissəsi. Növbəti qrammatika hissəsinin izahında görüşənə qədər.